Salam değerli izleyicilerimiz, hər vaxtınız xeyir. Bugün sizə Masazır qəsəbəsində, mərkəzdə, düz Bravo marketin arxasında sizə 2 dənə ev çəkib təqdim edirəm. Bax, bu qəsr inşaatdır. Bax, bura. Onun altında Bravo marketi. Düz onun arxasında bax, belə ümumi 3 sot torpaq üzərində 2 dənə evdir. Bax, burada həyətinə rahat bir 3 dənə maşın yerləşir. İkisi bir yerdə 3 sotdur. 2 qardaşın evidir. Yəni tam şəxsi evdir. Özləri tikib bir neçə illər bundan qabaq. Bax, belə 2 dənə evdir. Biri orada, biri burada. İkisi bir yerdə 7 otaqdan ibarət. Nəmişlikdən əsər əlaməti yoxdur. Keçən evimizin içinə daxil olduq birinci evimizin içinə. Bax, burada köşküsü içəridəndir. Bax, bura istipoldur. Başlayaq soldan. Burada bir otaq, evimiz kombi sistemi ilə qızdırılır. Qeyd etdiyim kimi tam cütdaş şəxsi evdir. Bu da ki ikinci otaqdır. Hamamla ayaq yolsu ayrı-ayrılığındadır. Burada gördüyünüz kimi hamamıdır. Bu da ki ayaq yolsu. Bu da ki üçüncü otaqdır. İndi keçək evimizin mətbəxinə. Evimizin mətbəx hissəsi. Bu da ki belə bir mətbəxdir. Keçək indi o birisi evə. Bir daha həyəti göstərirəm. Yəni yeri əladır. Mərkəzdə burada torpağı sotu heç bir dəqiqə 40 minə də yoxdur. Bura bahalı yerlərdir. Burada əlavə bir otaqdır. Bir otaqdır belə. Sağda ayaq yolsudur. Bir otaqdır burada. Keçindi ikinci evə. Bu da ikinci evimizdir. Hündür ərazidədir. Tam yaxınında bir nömrəli məktəb, bir bağçadır. Marşrut düz hadisi bir 100 metr olar olmaz. Marşrutun arası. Bak, biz indi bu evə baxacağıq. Bu evə baxacağıq. Bak, bu evi, bak buradan da çıxışı var çölə. Keçindi evimizin içinə. Daxil oldu evimizin içinə. Bak, burada koridorla qonaq otağının aboyu vurulmalıdır. Başlayaq soldan. Burada bir otaq. Bak, bu evdə cütdaşdır, tam cütdaşdır. Evimizin qonaq otağı. Bu evdə də qalır kuxna ilə qonaq otağının aboyu. Evimiz kombi sistemi ilə qızdırılır. Bu da ki üçüncü otaqdır. Burada da hamamla ayaq yolsu ayrı-ayrılığındadır. Hamamıdır. Bu da ki ayaq yolsu. Keçək evimizin mətbəxinə. Bu da evimizin mətbəxi. Evimiz kupça ilə 2 dənə evi, 7 otaqdan ibarət şəxsi tikili evlərdir. Kupça ilə 200.000 manatdır. Kupçası isə qiymətdə razılaşma olar. Bəydə qiymətləndirməsi ilə qaz su işə keçir. Alıcının adına 180.000 manat. Kim alsa Allah xeyir versin.